Salam olsun herkese. Salamlayıram hər birinizi. Dərsimizdə sizinlə import və eksport haqqında danışacağıq. Təbii ki, export defaultdur, as-dır, from-dur. Bunların da istifadəsini sizə göstərmiş olacağam. Əsas məsələ burada importla eksportu başa düşməkdir. Burada ES6 özəlliklərinə baxsaz, ən aşağıda JavaScript modules hissəsində görə bilərsiniz bunun haqqında. Import göstərilib, yəni burada qısa formada göstərilib. Təbii ki, kod örnəyinə də baxa bilərsiniz. Mən sizə ətraflı formada izah edəcəm. Sadəcə import və eksport nədir? Niyə görə istifadə olunur? Bizim işimizi necə rahatlaşdırır? Biz nə zaman bunlara ehtiyac duyuruq? Bunları ilk öncə sizə nəzəri olaraq bildirim, ondan sonra praktiki olaraq baxaq. Baxın, import və eksport olmasa əgər bizim həyatımızda hal-hazırki vəziyyətdə, biz örneğin bir kod yazırıqsa əgər, söhbət front tərəfdən gedir. Backend tərəfi nəzərdə tutmuram. Hər hansı bir kod yazırıqsa, məsələn, bizim ola bilər ki, layihəmizin JavaScript kodları 5000 sətirdir, çoxdur. 5000 sətirdən çox da ola bilər, az da ola bilər. Hər hansı da 200 sətirdə ola bilər. Məsələn deyirəm də sətr sayı olaraq. Bunların hamısını bir var ki, yəni bütün funksionallıqları, bütün işləri bir faylda yerinə yetirək biz. Məsələn, API istəkləri göndərməkdir və s. və s. işlər kimi bunların hamısını bir deməli JavaScript faylında, yəni app.js içərisində yazaq, yəni bu şişib böyüsün. Bir də var ki, bunları modullara bölə bilərik. Yəni kodun müəyyən bir hissəsini, məsələn, örneğin funksiyalarımız var ki, bunlar eyni iş görür. Məsələn, hesablama işi görür. Örnek olaraq deyirəm. Hesablama işi görür. Biz bunları ayrı faylda yaza bilərik və oradan eksport edə bilərik onları. Yəni onlara sanki xarici şəxsiyyət vəsiqəsi verə bilərik, xarici pasport verə bilərik. Belə deyək də, eksport yazanda əslində bunu etmiş oluruq. Yəni dövlət özündən kənara çıxmağa icazə verir sanki. Yəni burada da fayl özündən kənarda bunları istifadə etməyə icazə verir. Eksport yazanda hər hansı bir datanın, funksiyanın və s. qabağına. Amma import isə hansı dövlət qəbul eləyirsə onu vətəndaş olaraq, turist olaraq həmin ölkənin səlahiyyətində olan bir şeydir. Yəni örnək olaraq bizim indi yazacağam az sonra. Məsələn, test.js faylımız var bizim. Bu test.js faylının içərisində müəyyən bir şeylər yaza bilərik. Normal JavaScript kodları necə yazırıqsa onları yaza bilərik. Amma məsələn datadır, funksiyadır nədirsə, bunları istəsək əgər başqa bir faylda da istifadə edək bu layihədə, onda onları oradan eksport edə bilərik. Və məsələn, gətirib app.js-də istifadə etmək istəyiriksə biz onu, app.js-də istifadə etmək istəyiriksə, burada import eləməliyik. Import vasitəsilə bura daxil etməliyik onu, ondan sonra istifadə etməliyik. Qısa olaraq məntiqi budur. Yəni JavaScript-i modullar yazmağa bizə kömək edir. Amma ilk öncə gəlib burada belə bir şey eləmək lazımdır. Baxın, burada index.html-ə biz app.js-i bağlamışıq. Burada script içərisində type-ı, baxın, type-ı modula çəkmək lazımdır. Modul etmək lazımdır. Bunu etməsəz əgər olmayacaq. Yəni modlar JavaScript-i dəstəkləməyəcək. O importun, eksportun mənası olmayacaq burada. İndi app.js içərisində qeyd etdiyim kimi biz kodları yaza bilərik və bu təsirini göstərəcək index.html-də. Amma mən gəlib bura məsələn 97-ci folderimiz var burada bizim. Bu içərisində bir dənə məsələn test.js faylı əlavə edirəm. Baxın, bizim artıq burada bir dənə app.js-imiz var, bir dənə JavaScript faylımız app.js-dir, bir dənə də test.js-imiz var. Amma bu test.js nə app.js-ə, nə index.html-ə bağlı deyil. Aydındır. Yəni bu içərisində yazdığımız kodları biz görə bilməyəcəyik. Və bunu birbaşa index.html-ə bağlayıb kodları görməkdənsə mən onu istəmirəm. Doğru bağlanmasın. Mən istəyirəm ki, ana JavaScript faylım ki var, onu hissələrə ayırım. Ona görə də mən bunun içərisində yazdıqlarımı eksport eləyə bilərəm kənara. Məsələn necə? Gəlirəm bura const yazıram, B yazıram, sadə bir şey yazıram. Məsələn 20-dir bunun dəyəri. Baxın. Ctrl-S eləyirəm. Gəlib app.js-də mən CLC deyib B-ni çağırsam, bu tanımayacaq bunu. B çünki yoxdur. Baxın, app.js-də B deyilən bir şey yoxdur. Amma nə vaxt ki, gəlib mən bunu eksport eləsəm buradan, baxın. Buradan eksport eləsəm və gəlib burada import eləsəm, baxın, burada import eləyəcəm. Buradan eksport eləmişəm ki, yəni bunu digər fayllar üçün belə deyə də əlçatan eləyirəm eksport etdiyim zaman. Və app.js-də də onu istifadə etmək istəyirəmsə import yazırıq. Burada obyekt mötərizəsi açırıq. B yazdım içərisində. Baxın, snippet özü gətirir. Yəni test.js içərisində var deyir bu. Gətirir snippet. Bu snippetlə də yaza bilərsiniz. Snippet olmadan da məsələn from yazıram. Baxın. From yazıram və buradan nöqtə yazırıq. Baxın, nöqtə yazıb slash yazanda bizə bu directory-dir. 97 nömrəli, baxın 97 import və eksport istifadəsi folderinin içərisindəkiləri bizə göstərdi. Bunun içərisindəkiləri app.js-i, index.html və test.js-i göstərdi bizə. Yəni buradan test.js-i seçə bilərəm. 2 dənə nöqtə yazıb slash yazsaz, baxın 97 ilə eyni səviyyədə olanları göstərir bizə. Baxın folderləri göstərir, hamısının folderləri göstərir.
Bunun içərisinə vursam, bunun içərisində təbii ki, slash yazsam, bunun içərisində olanları göstərəcək bizə. Amma mənə elə bir şey lazım deyil. Mən istəyirəm ki, bu 97-nin içərisində olan test.cs-i gətirim. Ona görə slash yazıram. Test. Baxın, burada sniplə də tamamlasaz bu formada düşəcək. Nöqtə test düşəcək. Çalışın bunun sonuna CS əlavə eləyin. Bu formada işləyəcək. CS əlavə eləyin. Baxın, bu formada işləməyə bilir. Baxın, hal-hazırda da işləmədi. Nöqtə test yazmışıq, işləmədi. Faylın yalnız adı. Amma uzantısı ilə olmalıdır faylın. Baxın, bu formada. 20 cavabı bizə qayıtdı. Fikir verin. F.CS içərisində B deyilən bir şey var ya da B deyilən bir şeyin içərisində 20 deyilən bir şey var burada F.CS-də. Yox. Hardan gəldi mənə? Test.cs içərisindən gəldi. Baxın, kontrol basıb üzərinə gəlsəz, burada belə bir şey gəlir. Yəni klik eləyə bilirik üzərinə. Klik etdiyim zaman həmin faylı aparır. Sürətli dəyişim üçündür bu da. Baxın, burada test.cs içərisində B yazmışam və bunu eksport etdiyim üçün buradan digər fayllarda da bunu tutub istifadə edə bilirəm. Aydındır? Yəni məsələn burada başqa bir dənə də F.CS deyil də, yəni bir dənə JavaScript faylım olsa, burada başqa bir dənə də JavaScript faylım olsa, bunu eksport elədiyim üçün həmin faylda da import edib istifadə edə biləcəm. Və ya gəlib burada məsələn belə bir şey yaza bilərəm. Funksiya yazaram, normal formada funksiya yazıram. Məsələn say hello yazıram. Örneğin bu bizdən parametre alsın, məsələn name parametri alsın və gəlib CLC deyirik burada. Hello name yazaq. Məsələn buna parametr kimi göndərək. Bu formada yazanda mən gəlib burada əgər baxın F.CS içərisində say hello deyilən bir şeyi çağırsam, sinif də tamamlamır, heç fikir verirsiniz. Baxın bunu çağırsam error verəcək bizə. Say hello deyir ki, təyin olunmayıb. Say hello-nu mən görmürəm. Amma gəlib əgər mən, baxın, gəlib mən burada bunu eksport eləsəm kənara, baxın. Tək eksportla da iş bitmir. Ha. Eksport eləyəndən sonra hansı faylda istifadə eləyiriksə, orada import eləməliyik. Gəlib bunun içərisində artıq test.cs-dən gəlirdi onsuz. Başqa bir BD faylından gəlsəydi, mən bu importu təzədən yazardım bura. Məsələn, yazardım bura say hello, baxın bu formada. Və həmən hansı fayldan gəlirsə, hansı fayldan import olunubsa, eksport olunubsa, o faylın yolunu yazardım artıq bura. Amma hal-hazırki vəziyyətdə bu metod da, yəni say hello funksiyası da B də eyni test.cs içərisindən gəldiyi üçün mən burada vergül yazıb say hello-nu tuta bilərəm burada. Baxın, say hello-nu tutdum burada. Və gəlib say hello-nu metod kimi çağıranda artıq məndən parametr istəyir. Baxın, name. Örneğin Alice göndərirəm, Ctrl-S eləyirəm. Hello Alice yazısı mənim üçün çıxdı. Baxın, burada say hello deyilən bir metod var F.CS-də. Yox. Hardan gəldi? Test.cs içərisindən. Buradan eksport elədiyim üçün F.CS-də bunu import eləyib istifadə edə bildim. Aydındır? Bu belə. İndi import və eksportu göstərdik. Burada da baxın, yazılışa fikir verəndə import, məsələn, B-ni ya da say hello-nu import eləyirik. Hardan? From. Hardan? Test.cs içərisindən. Aydındır? Yəni faylın yolunu buraya yazırıq. Burada tək bu formada yox. Məsələn, örneğin 97 içərisində hətta gəlin yazaq. Bir dənə folder olsa, məsələn, new folder yazıram bunu. New folder olsa, bunun da içərisində bir dənə, məsələn, örneğin hər hansı bir fayl yaza bilərik də. test1.cs yazıram. Baxın, test1.cs yazdım. Bunun da içərisində, məsələn, const, örneğin f yazıram. F bərabər olsun, məsələn, 23-ə. Ki verin, Ctrl-S edirəm. Bunu da mən eksport eləyə bilərəm. Baxın, eksport elədim. Amma bunu artıq F.CS-də istifadə eləmək istəyirəmsə əgər mən, baxın, test.1-dən, test1.cs-dən daha doğrusu. Artıq test.cs-dən gəlmir ki bu mənə. Bu F-i istifadə eləmək istəyirəmsə mən, bu test.cs-dən gəlmir ki mənə. Deməli, mən əlavə bir import yazmalıyam. Baxın, import yazıram. Nəyi import eləyəcəm? F-i. Hardan? Baxın, avtomatik göstərir. New folder içərisində test1. Baxın, bu formada snipta vuranda gətirdi, birbaşa CS-lə gətirdi. Ki verin, burada fərqlilik oldu. Az öncəkində biz yazdıq, deməli, ./test.cs, amma burada ./new folder və onun içərisində test1.cs. Fikir verdiniz, yəni bu faylın yolunu göstərir də. Baxın, bura slash yazanda göstərir ki, new folder var burada. Və test.cs var, f.cs var, index.html var. Mənim axtardığım nədir? Test1.cs-dir də, elə deyil. O da new folder içərisindədir. Ona görə bunu seçirəm, təzədən slash yazıram, onun içərisindəki mənə göstərir artıq. Bunu yazdım. İndi gəlib CLC deyib, məsələn, F-i yazsam, Ctrl-S eləyirəm, 23 cavabı gəldi mənim üçün. Hardan gəldi bu? 97-nin içərisində new folder var, onun da içərisində test1.cs var. Bundan gəldi. Aydındır? Yəni iç-içədə olanda bu formada yolunu düz yazaraq istifadə edə bilərik. Aydındır? Bu da bu formada istifadəsidir. İndi mən nəyi göstərmək istəyirəm? Bunu gəlin yuxarı çəkək, qalsın burada. Ctrl-KC eləyək. Bunu da Ctrl-KC eləyək. Baxın, məsələn, burada test
deməli CS içərisində bunları yazmışıq bu formada, elə deyil. Bunları qarşısına eksport yazmaqdansa belə də yaza bilərik. Baxın, bu formada da eksport eləyərik. Bunları normal formada yazarıq, amma gəlib aşağıda eksport yazarıq. Export default yox. Eksport yazarıq mötərizədə bu formada B-ni və nəyi? Say hello-nu kənara açarıq. Ctrl S ilə. Bu formada da işləyəcək. Aydındır? Yəni bir var ki, hər birinin tək-tək qarşısına yazaq. Bir də var ki, biz burada kodlarımızı yazaq. Hökman deyil ha. Burada əgər bunu yazırıqsa, bütün hamısını kənara açmalıyıq. Yox. Məsələn deyirəm, örneğin bizim burada ola bilər funksiyamız olsun. Baxın, hətta yazıram. Sum funksiyamız olsun. Məsələn, bu parametre qəbul eləsin D adında ya da B adında. Neyləsin bu? CLC yazsın nəyi? Baxın, bu B ilə plus eləsin nəyi? Bizə gələn B oldu adları. Gəlin istəyirsiniz bunu A eləyək onda. A eləyək. Baxın, bu B ilə toplasın A-nı. Ctrl S edirəm. Yəni sum funksiyası özünə parametr kimi gələn nədirsə onunla buradakı B-ni toplayacaq. Buradakı B-ni fikir verin. Mən gəlib bir dənə bu sum funksiyasını da kənara aça bilərəm. Baxın. Müxtəlif yollarını göstərirəm də sizə. Sum funksiyasını kənara açdım. İndi FCS-ə gəlirəm. Bunları bağlayaq ki, error verməsin bunlar. Mən gələcəm burada nə edəcəm? Baxın, bunu da bağlayıram. Ctrl S edirəm. Mən gəlib burada, baxın. Sum funksiyasını kənara açmışam, elə deyil. Halbuki bunları kənara açmamışam, eksport eləməmişəm. Mən gəlirəm burada sum'ı tuturam. Baxın, sum'ı tuturam. Və gəlib burada sum funksiyasını çağırdığım zaman funksiya olaraq məndən A parametr istəyir. Məsələn 5 göndərirəm bura. Ctrl S edirəm, 25 cavabı qayıtdı mənə. Fikir verdiniz? Mən kənara B-ni də açmamışam burada. Amma bu funksiya bunu istifadə edir. Yəni biz qısacası fayllarda yazdığımız zaman nəyi kənara açmaq istəyirsə onu eksport eləyəcəyik. Aydındır? Mütləq deyil ki, əgər eksport yazırıqsa hamısını eksport eləməliyik. Yox. Biz nəyi eksport eləyib kənar fayllarda istifadə etmək istəyiriksə, onları kənara açacağıq yalnız. Aydındır? Və gəlin məsələn bunun içərisində örneğin say hello metodunu da çağırıram. Baxın, Ctrl S edirəm. Undefined gəldi. İndi buna parametr göndərməliyik. Məsələn Alisa. Ctrl S edirəm. Baxın, hello Alisa da işlədi. Bu 25 cavabı da çıxdı mənim üçün. Halbuki mən bir dənə sum'ı açmışam kənara. Yəni nə olur? Kənara açdığım üçün gəlir bu sum buradan gəlir. Baxın, buradan üzərinə vurduğum zaman gətirir bura. Bu funksiya işləyir. Burada say hello işləyir. Baxın, say hello-nu işlədir. Sonra gəlir konsola da B plus A-nı yazır. A parametr kimi gəlib, B də buradadır. Aydındır? Yəni hökmən bunlar burada çağırılır deyə bunları da eksport eləməliyik deyə bir şərt yoxdur. Yəni nəyi dediyim kimi təkrar deyirəm, nəyi kənarda istifadə eləmək istəyirsə başqa fayllarda onu yalnız eksportda eləyə bilərik. Bu da belə. Sonra hətta burada bir dənə də Ctrl KC etməmiş, gəlin bir şey də göstərim sizə. Baxın, mən burada sum'ı öz adı ilə kənara eksport elədim, elə deyil. Mən bunu başqa adla da kənara eksport eləyə bilərəm. Məsələn, burada as-in istifadəsini göstərirəm sizə. Sum yazıram, as, baxın, as yazdım. Örneğin metod one olaraq bunu kənara açım. Və gəlib burada FCS-də artıq sum deyilən bir şey gəlməyəcək bura. Mən bunu çünki sum buradadır bunun adı. Mən bunu metod one adlandıraraq kənara açdım. Fikir verdiniz? Ona görə gəlib burada mən metod one adı ilə tutmalıyam artıq bunu. Və burada da metod one kimi çağırmalıyam. Ctrl S eləyirəm, düzgün formada işləyir yenə. Aydındır? Bu formada və yaxud da ki, məsələn, vergül yazaraq burada B-ni kənara açmaq istəyirəm. B-ni özü adı ilə kənara açmaq istəmirəm. As yazıram. B as yazdım. Məsələn, D adı ilə kənara açmaq istəyirəm. Ctrl S eləyirəm. Artıq gəlib burada mən fikir verin. D adı ilə tuta bilərəm bunu və gəlib CLC deyib burada Ctrl K U eləyib açaq bunu. Mən D-ni konsola yazsam, baxın 20 cavabı çıxır mənim üçün. Yəni bu B-ni konsola yaza bilirik. Aydındır? As-lə yəni biz eksport etmək istədiyimiz hər hansı bir şeyi adlandırıb eksport eləyə bilirik, kənara aça bilirik. Aydındır? Mütləq deyil öz adı ilə kənara açaq. Və yaxud da ki, burada baxın Ctrl C eləyə, Ctrl K C eləyə, bunları buraya yapışdıraq. Normal öz adları ilə kənara açaq. Baxın sum birdəki B olaraq kənara açaq. İndi gəlib burada mən burada da adlandıra bilərəm. Mənə sum olaraq gələn şeyi deyərəm ki, baxın, as deyərəm, metod one olaraq hər hansı bir şey olaraq qəbul et. Baxın, sum'ı dedim ki, metod one olaraq qəbul et. Mənə sum olaraq bir şey gələcək, onu metod one adlandır. Yəni bu faylda istifadə edən də metod one istifadə edeyim. Amma bu metod one bu sum olsun da, mənə gələn sum olsun. Və ya mən deyə bilərəm ki, burada mənə buradan baxın B olaraq açmışam da bunu kənara, elə deyil. Mənə B olaraq bir şey gələcək. Burada da as istifadə edə bilərəm. Bunu D olaraq tutun mən deyirəm. Ctrl S edirəm. Bu formada da işləyəcək. Yəni as-i import içərisində də istifadə eləmək olar, eksportda da istifadə eləmək olar. Aydındır? Bu da as-in istifadəsi. İndi son olaraq export default-u sizə göstərmək istəyirəm. Baxın. Bu sol tərəfə də bağlayaq hətta. Export default-u da
belə başa düşmək lazımdır ki, biz normalda burada export yazdığımız zaman hər hansı bir şeyləri export eləyə bilirik. Aydındır, istədiyimiz şeyləri export eləyə bilirik. Amma export default bir faylda bir dənə ola bilər yalnız. Yəni mən məsələn bu sum funksiyasını export, baxın, defaultla kənara atsam əgər, bu artıq buradan sum'ı yığışdırırıq. Ctrl S edirəm. Baxın, export defaultla kənara atdığım üçün gəlib burada mötərizə içərisində tuta bilmərəm artıq onu. Baxın, bunu hətta Ctrl-KC eləyək. Qalsın orada. Baxın, o formada qalsın. Bunları da Ctrl-KC eləyirəm. Gəlib bunu əgər export eləmək istəyirəmsə, sum'ı export eləmək istəyirəmsə, import yazıram bura. Baxın, sum yazdım. Hər hansı bir ad yaza bilərsiniz. İndi onu göstərəcəm. From hardan? Baxın, hardan nöqtə slash yazıram. Test.cs içərisindən. Elə deyil. Ctrl-S eləyirəm. Və gəlib burada sum'ı istifadə edə bilərəm artıq. Sum funksiyasını çağırıram, parametr istəyir məndə. Məsələn 23 göndərirəm, Ctrl-S eləyirəm. 43 cavabını mənim üçün qaytardı və hello Alice-dan da istifadə etdi. Yəni onun içərisində çağırıldığı üçün. Bu say hello burada çağırıldığı üçün. Aydındır? Amma burada fikir verdiniz. Mən export default elədim bunu. Export default elədim bunu. Və burada mötərizəsiz tutdum. Belə də tuta bilərdiniz. Məsələn, Ctrl-K eləyib açıram bunu. Burada sum'ı tutmarıq. Baxın, burada sum'ı tutmarıq. Yalnız B-ni tutarıq burada. Fikir verin. Amma burada sum'ı tutarıq, vergül yazarıq. Bunda Ctrl-KC eləyirəm. Ctrl-S eləyirəm. Baxın, bu formada da yaza bilərsiniz. Yəni import eləyirsiniz. Baxın, mötərizəsiz sum'ı, yəni artıq bunu görən kimi bilin ki, bu defaultdur. Mötərizə içərisindəkiləri normal export olaraq kənara açılıbdır deməkdir. Və dediyim kimi, bir faylda export default yalnız bir dənə ola bilər. Məsələn, Ctrl-C eləyirəm bunu, gətirib buraya yapışdırıram. Sum 1 olaraq da bunu da kənara açmaq istəsəm, baxın, exportla bağlı, daha doğrusu export default ilə bağlı mənə error gəlir. Deyir ki, bir dənə faylda yalnız export default bir dənə ola bilər. Məsələn, bunu silsəm buradan, bu formada export eləsəm, bu mümkündür. Aydındır? Amma qeyd etdiyim kimi, export default yalnız bir dənə istifadə oluna bilər. Və bu bir dənə istifadə olunduğu üçün də əslində burada biz dedik sum olaraq tutduq bunu, elə deyil. Mən gəlib buna x deyib, burada x olaraq da istifadə edə bilərəm. Yenə işləyəcək bu. Niyə görə? Çünki dedik ki, mötərizəsiz import etdiyimiz zaman bilirik ki, bu export defaultla kənara açılıb. Export default da hər faylda bir dənə olduğu üçün, deməli burada artıq nə yazsaq, bu avtomatik gedəcək. Baxın, bu avtomatik gedəcək bu sum'a. Ctrl vurdum, üzərində klik etdim x-in. Gətirdi mənə sum'a. Çünki export defaultla nə açılıbsa kənara, onun üzərinə gətirir. Fərqi yoxdur, mən onu orada necə adlandırım, istifadə edeyim. Öz adı ilə də istifadə edə bilərik, hər hansı bir başqa ad da verərək istifadə edə bilərik. İndi burada sum olaraq saxlayaq bunu. Bu formada da yaza bilərsiniz. Baxın, bu formada tək formada da yaza bilərsiniz. Və ya burada import sum, vergül, burada da mötərizədə sadəcə exportla export olunanları tuta bilərsiniz. Aydındır? Məncə bu dərsimizdə çox şeyləri sizə göstərmiş oldum. Demək olar ki, import exportla bağlı hər şeyi sizə izah etdim. Hətta burada new folder açaraq bunun içərisinə də bir şey əlavə etdim. Onun içərisində də deməli data yazdım. Burada da funksiya və s. yazıb onları da export eləyə bilərsiniz və ya export defaultla da hər hansı bir şeyi kənara aça bilərsiniz. Göstərmək istəyirəm ki, yəni yalnız bu bir dənə faylda export yazmaqla deyil. Neçədən istəsiniz fayl açıb, onların içərisində müəyyən şeylər yazıb, sizə lazım olanını export eləyib digər fayllarda istifadə edə bilərsiniz. Bunu da bilmək mütləq şəkildə vacibdir. Deməli, React-da məsələn bunlar import, export, yəni JavaScript demək olar ki, harda var, modullar formada, orada istifadə olunur. Backend tərəfində, Node.js tərəfində daha çox istifadə olunur modul export. İndi onu təbii ki, backend dərslərində onlar haqqında danışmaq mümkündür. Import, export da istifadə oluna bilir təbii ki, amma yükləmə fərqləri olduğu üçün orada bəzən modul.export da görə bilərsiniz siz. Bunları da belə deyə qarışdırmaq lazım deyil. Hal-hazırki dərsimiz import exportdur və bu qeyd etdiyim kimi React-da da istifadə olunur. Yəni modullar JavaScript harda varsa orada istifadə olunur. Amma önəmli məsələ burada baxın, script içərisində type-ı modul etməyi unutmayın. Bunu etməsəz işləməyəcək. İlk öncə onu eləyin, əgər bu formada layihəyə başlayırsınızsa və bir dənə app.js-imiz, server.js-imiz olsun. Deməli, onun içərisində müxtəlif belə deyək də funksiyaları falan çağıra bilərsiniz. Ana axış orada olsun da belə deyə bilərik. Amma ona köməkçi fayllar ki var, onları da burada folderlərə bölərək aça bilərsiniz və onun içərisində müxtəlif belə deyək kodları, funksiyaları yazıb bu hər hansı bir bu dediyim, yəni bu tək ana JS faylında deyil, digər fayllarda da istifadə edə bilərsiniz. Bu dərsimizdə import və export haqqında danışdıq. Növbəti dərsdə fərqli mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsdə görüşək.